Herkese salam, videoma xoş gəldiniz. Mən Səidə. Bugün sizinlə dərs oxumaq və uğura doğru irəliləmək üçün biraz danışmaq istədim. Əgər sən də bəzən ruhdan düşürsənsə, bu video tam sənin üçündür. Bəli, dərs oxumaq bəzən çətin və yorucu görünə bilər. Amma bil ki, hər sətrin, hər dəqiqən səni xəyallarına bir addım yaxınlaşdırır. İndi çətin görünən şeylər gələcəkdə sənin üçün böyük bir uğurun açarı olacaq. Özünə inan. Əgər bu dəqiqə çətinlik çəkirsənsə, bu deməkdir ki, sən inkişaf yolundasan. Ən güclü və uğurlu insanlar da bir zamanlar bu çətinlikləri çəkiblər, amma təslim olmayıb irəli gediblər. Sən də edə bilərsən. Özünə kiçik hədəflər qoy və onları addım-addım yerinə yetir. Hər tapşırıqdan sonra özünlə fəxr et. Böyük uğurlar kiçik addımlardan doğur. Yadda saxla. Sən bacaracaqsan. İradəli ol, səbirli ol və əsas odur ki, heç vaxt ruhdan düşmə. Mən həmişə özümə mən bacaracam dedim və 500+ bal yığmaq istəyirdim, yığdım. Olimpiadalarda yaxşı nəticə göstərdim. Çünki heç vaxt özümə mən bunu bacara bilmərəm demədim. Bilirəm, biraz çətin olacaq, amma gec deyil. Sən də öz istəklərini gerçəkləşdirə bilərsən.